Salam hörmətli abunələr. Bu gün də 11 sıfır buraxış imtahanına düşmüş Sevriyyat verib açıq sualına qarşınızdayıq. Bir də diqqətinizə bir şey çatır. Biz ancaq açıq sualların izahatını veririk sizin üçün. Çünki qapalı suallar bunlar baxımda biraz sadə tipli suallardır. Demək bizə belə bir çevrələr verilir. Konsentrik çevrələr, mərkəzləri üstə düşən çevrələr, bir-birinin daxilində yerləşən çevrələr verir ki, hər ikisinin mərkəzi O nöqtəsidir. Birinci çevrənin diametrini AB verir, ikinci çevrənin diametrini də CD verir. Deməli, koordinatlarını yazsaq, O nöqtəsinin koordinatları 2,5 yazılır. A nöqtəsinin koordinatları M, bir də M plus 1 yazırıq. Yəni, X-i M'dir, Y-i M plus 1'dir. B nöqtəsinin koordinatı X-i M'dir, Y-i 2M'dir. Sonra bizə verir C nöqtəsinin koordinatı M, N'dir. Bizdən soruşur D nöqtəsinin koordinatlarını tapın. Biz bunu en asan üsulla sizə çatdırmağa çalışacağıq. Necə çatdıracağıq? Orta nöqtənin koordinatlarının tapılmasıyla. Biz bilirik ki, çevrənin mərkəzi, biz əvvəlcə kiçik çevrədən danışırıq. Mərkəz nöqtəsi, yəni A və B nöqtələrinin orta nöqtəsinin koordinatları hesab olunur. Deməli, O nöqtəsinin koordinatı da X-imiz 2-dir. X-imiz 2 olanda A nöqtəsinin X-in üzərinə B nöqtəsinin X-in gəlib 2-yə böləcək. Yəni, M üzərinə gəlsin, M bölünsün 2. Verilməlidir bizə 2'ni. Buradan M üzərinə gəlsin, M bərabərdir 4'ə. Sonra 5 bərabərdir, Y bərabərdir. A nöqtəsinin Y ilə B nöqtəsinin Y toplayıb 2'yə böləcəm. N üzərinə gəlsin 1, üzərinə gəlsin 2M bölünsün 2. Bu da verəcək 10 bərabərdir. N üzərinə gəlsin 1, üzərinə gəlsin 2M. Burada da 2M üzərinə gəlsin M bərabərdir 9'a. Sistemimizin bir tərəfi bu olacaq. M üzərinə gəlsin M bərabərdir 4'ə. Sistem təldiyi kimi tərəf-tərəfə yuxarıdan aşağıya çıxsaq, 2M ilə M çıxdıqda qalacaq M. N'lər silah olmayacaq 5'ə. M'imiz 5'dirsə, gətir burada M'in yerinə 5 yazıb N'ı tapa bilərik. Yazaram. 5 üzərinə gəlsin M bərabərdir 4. N də bərabərdir -1. Demək ki, biz tapdıq M 5'dir, N də -1'dir. Demək C nöqtəsinin koordinatları, yəni 5'dir, bir də -1'dir. 5, bir də -1. 5 -1'dən sonra yenə də O nöqtəsi C və D nöqtəsinin koordinatlarının orta nöqtəsinin koordinatları hesab olunur. Demək, buradan da yəni təzədən yazacağım 2 bərabərdir. 5 üzərinə gəlsin X bölünsün 2. Buradan 5 üzərinə gəlsin X bərabər 4'ə, X bərabərdir -1'ə. Demək, koordinatların biri -1'dir. Sonra N üzərinə gəlsin. N'in yerini -1 tapmışıq. -1 üzərinə gəlsin Y bölünsün 2 bərabərdir 5'ə. Buradan da olur -1 üzərinə gəlsin Y bərabərdir 10'a. Y də bərabərdir 11'ə. Deməli, bizim D nöqtəsinin koordinatları -1 və 11'dir. Cavab D nöqtəsinin koordinatları -1 və 11.